Mərdəkanda Arzum restoranını tanıyırsınız. Arzum restoranının yanında 4-cü dalanda 6 sot yarımda gördüyünüz bu 300 kvadrat tikili bağ evini sizə təqdim etmək üçün gəlmişik. 7-nin 4-ə hovuzu var və girişdə gördüyünüz kimi jalüz darvazası, dekorativ ağacları və kifayət qədər həm maşın saxlamaq üçün, həm də istirahət eləmək üçün də kifayət qədər yeri var. Deməli, sol tərəfdə sanitar qovşağı yerləşir. Burada isə yay mətbəxi gördüyünüz kimi var. İçərisində manqalxana qurlaşdırılıb və keçək evin içərisinə. Qarşısında belə teras hissəsi var. Gördüyünüz keramogranit hissələr hamısı istipoldur. Sağda mətbəx yerləşir. Təmirdən sonra yaşayış olmayıb, təmir olunub və satış üçün nəzərdə tutulub. Qeyd olunan ərazidə 6 sot yarım, bura isə böyük qonaq otağı üçün ola bilərdi. Qeyd olunan ərazidə 1 sot torpaq 30.000 manatdır. Yəni hesablasaq 200.000 manata yaxın təkcə bunun torpağı eləyir. Burada belə bir şkaf yığılıb, şkafın deməli siyirməli şkafdır. Burada paltarlar, ayaqqabılar üçün. Burada növbəti bir yataq otağı. Ümumilikdə deməli ikinci və 3 yataq otağı bir böyük zaldan ibarətdir. İndi bildiyiniz kimi insanlar artıq bu tip bağ evlərinə üstünlük verir. İndi artıq 3 mərtəbə, 4 mərtəbə böyük evləri saxlamaq həm maliyyətli olduğu üçün, həm də ki xərclər böyük olduğu üçün insanlara sərf eləmir. Baxın, burada da belə bir sanitar qovşağı yerləşir. Onun üçün də bu tip bağlar artıq daha aktualdır və bu bağ üçün mən sizə satış qiymətini təqdim edirəm. 300.000 manat start nəzərdə tutulmuşdur. Real alıcıya endirim olunacaq, cüzi endirim olunacaq. Təkrar edirəm, 6.5 sotun içərisində 300 kvadrat tikilidir. Həm torpağın, həm də evin qubçası var. Rəylərdə bu bağ ev haqqında fikirlərinizi bildirməyi unutmayın. Real alıcılar səhifəmdə göstərilən 070 654 91 57 nömrəsindən əlaqə saxlaya bilərlər.